hı. Niyə hazırsınız? Çox sağ olun, yaxşı olasınız. Hı hı. Mən də şadam. Mən də şadam. Qoşulun hər zaman dərslərə. Keçən dərs söz verdim. Dedim sual-cavaba vaxtımız çatıb, izah etdim. Bu gün həm test işləyirik, həm də sual-cavab edərəm. Yəni dərs izahı olmayacaq. Ətraflama sual-cavab edəcəm. Yəni əllərinizi qaldırarsınız, həm test işləyirsiniz, həm də sual-cavab edərəm. Yəni interaktiv təlim olar. Biraz sizin idraki fəallığınızı təmin edək, fikrinizi əsaslandırmağa təmin edək. Yəni həm açıq, həm də qapalı suallar olacaq. Müəllimlərimiz qoşulsun. Anidən qərar verdim. Bu gün vaxtım var idi, sonra olmayacaq. Yeni qrupumuz inşallah aprelin əvvəl dərslərini başlayır. Sonra dərs qrafikim yüklü olur və vaxt təkmirəm dərsi. Qoşulursunuzmu? Yaxşı. Müəllimlərimiz qoşulacaq yavaş-yavaş. Vaxtı çünki 9-a dedim, sonra belə çəkdim. Yavaş-yavaş qoşulacaqlar. Əllərinizi qaldırın müəllimlər. Bilirsiniz də əllərinizi qaldırmaq lazımdır. Bilirsiniz? Qaldırın, biraz sual cavab edək. Görək nə bilirsiniz, nə öyrənmisiniz. Sertifikasiyada yaxında olacaq. Çox güman kimlik imtahanda yaya gözlənilir, çərçivədə paylaşılıb. Bax, biliklərinizi möhkəmləndirək bu gün. Bəli, apreldə açacam inşallah. Aprel deyəndə dördüncü gün. Dördüncü gün dərsimiz başlayır. Bir də dərs haqqında sual verirsiniz müəllimlər. Mesaj o qədər çoxdur. WhatsApp qrupuma gəlib burada açım, sizə göstərim ki, nə qədər mesaj var. Dərslərimə indi qatılan çox müəllim bir dəfə proqramı məndən tamamlayıb bir də qatılan müəllimlərdir. Nə bilim, YouTube-da videolara baxıb qoşulandı. Ən çox da mənim müdavimlərimin məsləhət gördüyü müəllimlərdir ki, yəni məni məsləhət bilirlər, müəllimlər qoşulur. Yəni dərsin gedişatı haqqında məlumatı olanlardır. Amma yenə də dərslər interaktiv formada olur. Bax, hər dərs canlı şəkildə izah olunur, sadə, anlaşıqlı, başa düşülən tərzdə. Sonra sual-cavab edirəm hər kəs fərdi şəkildə. Lakin bir dənə qayda var. Kim əlini qaldırırsa, növbə ilə, bax, o ardıcıllıqla da sual-cavab olunur. Yəni bilirsiniz, elə müəllim var ki, deyir müəllimə, ailəvi səbəblərdən dolayı sual-cavabda iştirak edə bilmirəm. Mən onu indi necə məcbur edim? Ona görə seçimi onlara buraxıram ki, bax, əllərinizi qaldırın. Hansı müəllim istəyir əlini qaldırır, bax sırayla da onlar sual-cavab olunur. Testlər işlənilir. Həftədə 4 dəfə, 3 dəfə canlı quiz yarışlardır. Testlərimiz həm PDF formatında olan testlər imtahan xarakterlidir. Asandan çətinə doğru və çoxlu testlərdir. Bu da sizdə həm test işləmə bacarıqlarınızı inkişaf elətdirir, həm idraki fəallıq, həm həyəcan. Quizlər əsasən vaxtla yarışma. Çünki quiz yarışlar çox gözəldir. Müəllimlər çox vaxt bilirsiniz necə yanaşır. Hə, tez-tez elə birinci mən qalib olum. Vurğulayıram ki, qalib olmağa odaqlanmayın. Əsas o testlərin öyrədici olmaqlarına odaqlanın ki, məsəl üçün nəyi bilmədim, hansı testdə səhv etdim, niyə etdim bu səhvi və deyirəm şəklini çəkin, göndərin mənə, izahını verim. Yəni bu şəkildə həm həyəcanı yenirsiniz, həm müsahibəyə də sual-cavab o qədər vacibdir. Canınızı yenirsiniz, yəni çox vacibdir. Bu da müsahibəyə də bir növ hazırlığımızı təmin edir. Yəni test mərhələsinə hazırlaşarkən bir növ müsahibə mərhələsinə də hazırlaşmış olursunuz. Belə müəllimlər, yəni interaktiv formadadır. Dərslərimiz də aprel qrupun dərsləri ayın 4-dən başlayır. 4-ü yox, 2-sindən, 4-cü günü və axşam saatlarında olacaq. Ya dərs günlərini hələ seçimi vermişəm, düzdür, çoxluq olaraq 4-cü, 1-ci gün seçiblər. Amma 4 bazar seçən də var. İndi onu dərs vaxtına kimi dəqiqləşdirəcəm. Axşam saatlarında olacaq, hardasa da 8-də. İşləyən müəllimlərin dərs qrafikini nəzərə alarıq. Bu testlər asandır. Baxın, ödənişsiz dərsə düzdür. Quizlərim olur ki, həqiqətən düşündürücü, məsələn, yanıldıcı variantlı olur, təhlil etməyi tələb edir. Yəni çətin testlər də olur ödənişsiz dərs üçün. Amma belə Aşağı sayın müəllimə. Çalışın çıxmayın. Hər vaxtınız xeyir. Çalışın çıxmayın. Necə? Çıxdınız sonra qoşula bilməyəcəksiniz. Çox sağ olun. Yaxşı olasınız. Xeyli müəllimə, sizdən başlayaq, sonra sırayla davam edək. Bəli, Bir də başlayın. əli aşağı saldı bir neçə müəllim. Ola bilər ki, səhvən yenidən qaldırın. Xeyli müəllimə, gəlin Bəli, ümumi müəllim. sual cavab edək. Bax, siz mənə, yəni hər mövzudan biraz sual verəcəm. Siz mənə məzmun xəttinin, məzmun standartının fərqini izah edin. Ümumiyyətlə, eyni mi anlayışdır, fərqlidirmi? Çox vaxt müəllimlər bu terminləri səhv salır, yəni qarışdırır. Necə izah edə bilərsiniz ki, biz onu yaxşı yadda saxlayaq? Nə olar? Məzmun xətti əsas standartdır, məzmun xətti.
Yox, onsuz standart tam fərqli anlayışdır. Standart başqadır, xətt başqadır. Dünən dərsdə də ödənişli dərsdə qeyd edirəm. Deyirəm müəllimlər, bax xətti necə yada Hı saxlayın. hı. Müəllimənin biri biraz qatı, sonra düzəltdi. Deyirəm bax xətti elə Hı yada saxlayın ki, xətt böyükdür, sanki rəhbərdir, ölçədir. Nə bilim, ümumi bir anlayış. Hətta müəllimlərin biri yazdı ki, Ekvadordur, nə bilim, dünyadır, necə istəyirsiniz də. Xətt ümumi böyük bir anlayışdır. Standartlar onun tərkibində bizə istiqamətləri göstərir, təlim nəticələrini göstərir. Yəni bir növ o rəhbərin işçiləridir, ölkənin şəhərləridir. Bax bu standart şəhərlərdir və yaxud hansısa bir rəhbərin ya müəssisədə işçilərdir. Amma məzmun xətti ya rəhbərdir, ya ölkədir, ya dünyadır, qalaktikadır, necə istəyirsiniz elə yadda saxlayın. Yəni xətt daha ümumi və geniş anlayışdır. Və əslində bizim məzmun xəttlərimiz nə isə ifadə edir. Yəni düzdür, biz məzmun xətti deyirik, amma məzmun xətti bərabərdir nə? Nəyi göstərir Bilik, bizə? bacarıq, bilik və bacarığı. Məzmun xətti bilik bacarıqdan ibarətdir, yoxsa sadəcə bilikdən? Yəni məzmun xəttini biz inkişaf Bilik və sahələri deyə bacarıqdan ibarətdir. bilmirəm. Məzmun standartları sanki bilik bacarıqdır. Məzmun xətti sadəcə bilikdir deyə düşünürəm. Amma ola bilər ki, yanılıram. Fikrinizi əsaslandırın ki, mən də anlayım görüm səhv edirəm yoxsa düz. Məncə məzmun xətti bilik və bacarıqdan ibarətdir. Aha, elə Mən düşünürsüz. elə Aha, düşünürəm. yaxşı. Xeyr, Bu sualı müəllimə, məzmun standartı bilik fəaliyyətdən ibarətdir. ay sağ ol. Məzmun xətti bizi məqsədimizə aparır, dəyişməzdir. Məzmun Aha. xətti bunlardır. Yəni məzmun xətti Standart yazılan məzmun xətti birinci səs rəqəmlə ifadə olunur. məzmun Məsəl xətti üçün birinci 2 rəqəmdir. nöqtəyini 3 yazaq. 2 birinci yazılan 2 məzmun xətti, ikinci yazılan Hı 2 -hı. əsas standart, 3 alt standart nəzərdə tutulur. Ay, Məzmun standartı da bilik fəaliyyətdən ibarətdir. Hı Bilik -hı. məsəl üçün bizi nə öyrənəcəyimizi bildirir. Fəaliyyət Fəaliyyətdən isə necə öyrəndiyimizi nümayiş etdirməyimizi bildirir. Hı -hı. Aha, deməli, əslində məzmun standartı deyəndə daha çox qrupda deyirəm. Alt standartın xüsusiyyətlərini verir. Bax, məzmun standartı uşağın bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Və dövlət tələbini bizə necə əks etdirir? Alt standart vasitəsilə, düzdür? Çünki sırf yaşları əhatə edən alt standartdır. Yaşdan, qrupdan qrupa dəyişən alt standartdır. Yəni biz mütəmadi olaraq alt standartla çalışırıq. Düzdürmü? Mən planımı da alt standarta uyğun qururam. Mən məqsədimi də alt standarta əsasən plan qurdum, oradakı mövzudan çıxardıram, yəni alt standartın nəznində. Strategiyalarımı alt standart. Ay, sağ olun. İnteqrasiyada təmin ayrılmaz parçasıdır, yeni alt standart. Davamlılığı təmin edirmi? Bəli. Yəni alt standartı biz mütəmadi dəyişməzdirmi ki? Yox, xeyr, alt standart dəyişir, əsas standart Aha. dəyişmir. Əsas standartda Əsas da istisna var. Əsasən yox, əsas Əsasən standart dəyişməzdir. əsasən dəyişməzdir, amma alt standart dəyişir. Ay sağ olun. Yəni əsas standart yaşlara görə ayrılmır. O da ümumi təlim nəticələri ümumi əhatə edir də, belə gedim. Biri var, misal üçün, hər yaş qrupuna ayrı-ayrılıqda verilsin. Bir də var ki, əsas standart, misal üçün, fiziki hərəkətləri yerinə yetirir. Hansı fiziki hərəkətlər, hansı yaş qrupu bunu vermir. Eləcə ümumilikdə deyir ki, fiziki hərəkətləri yerinə yetirir. Amma alt standart, həmin bu əsas standartda olan fikir nə idi? Fiziki hərəkətləri yerinə yetirmək, düzdür? Onu bizə yaşlara görə bölür, verir. Deyir, misal üçün, bax, həm də varisliyə əsasın. Deyir, birinci kiçik qrupda uşaq bu fiziki hərəkətləri yerinə yetirməlidir. Çünki körpədir, hələ məlumat və təcrübəsi azdır. Yəni bacarıq qabiliyyəti də həmçinin. Ona görə ona sadə. Sonra ikinci kiçik qrupa keçəndə deyir, qismən artıq mürəkkəbləşdirək ki, uşaq inkişaf olunsun. Çünki eyni sadə tapşırıqlar olsa, uşaq inkişaf olunmayacaq. Birinci illə nisbətdə indi daha çətin olur. Niyə? Çünki bizim məqsədimiz inkişaf elətdirməkdir. Bunun üçün də ümumi çətin vermək doğru deyil, ümumi asan vermək doğru deyil. Yəni qismən çətin olmalıdır ki, uşaq düşünsün, uşaq misal üçün nə etsin, inkişaf olunsun. Sonra orta qrupa keçəndə yenə həmin bax, həmin qaydadır. Deyir, ikinci kiçik qrupda da müəyyən təcrübəni yığdı mı, müəyyən qədər inkişaf olundu, biraz da çətinləşdi. Orta qrupda yeni alt standart dəyişir. Yəni bunu belə yadda saxlayın ki, bizim məzmun standartımız bilik və bacarığı
əhatə edir. Yəni əsasən alt standartın xüsusiyyətlərini verir. Testdə də elədir. Dövlət səviyyəsindəki testdə də məzmun standartının xüsusiyyətlərini alt standartın xüsusiyyətindən verir. Məzmun xətti isə ümumən olaraq, yəni əsas istiqaməti göstərir. Pedaqoji tələbdir əslində. Məzmun standartı pedaqoji tələbdir və əsasən biliyi göstərir və ümumi şəkildə misal üçün ölçü olmasa, mən hər zaman deyirəm, ölçü olmasa şəhər necə olar? Hər hansı bir ölçü olmalıdır ki, onun ərzində biz şəhəri də öyrənək, kəndi də, rayonu da və s. və ilahi. Düzdür? Bax, o məzmun xətti həmin o ölçədir. Onun əsasında da biz yavaş-yavaş gəlirik, mənim yaşadığım yeri tapırıq. Bu hər zaman onu deyirəm. Bizə qonaq gəlirsiniz. Mən də deyirəm ki, gəlin bu ölkədəyəm, bu şəhərdəyəm, bu küçədəyəm, bu evdəyəm. Bu da necə tapdıq? Birinci məzmun standartı ölçü oldu, sonra şəhər nə oldu? Əsas standart, sonra alt standart olsun küçə. Məqsəd də olsun ki, evimiz. Yəni, bina verməyək də evimiz olsun. Bina versəm, onda gələ bizim əsas standartımız küçə olsun. Alt standartımız bina olsun. Məqsəd də evimizin nömrəsi. Bax, belə də yadda saxlaya bilərsiniz. Yəni, addım-addım siz əslində hədəfinizə yaxınlaşdıran, bax, bu alt standartdır. Ondan da yaxın məqsəddir. Yaxşı, belə yadda saxlayın. Yaxşı, gəlin Qarniyədən sual verim. Standartdan çıxaq, onu sonra verəcəm. Amma yerdən zəhmət olmasa, qətiyyən cavab verməyin. Yaxşı, növbə ilə əlinizi qaldırın, sual cavab edəcəm. Bugünkü dərs ancaq sual cavabdır. Xəyli müəllimə, siz mənə deyin. Bax, Howard Gardnerin çoxnövlü, çoxşaxəli intellekt nəzəriyyəsi diferensial yanaşmanı özündə ehtiva edirmi? Yəni, diferensiallığı da bu vəsilə ilə nəzərə alırıq, yoxsa Gardnerdə diferensiallıq Aha, necə nəzərə alırıq? Hər bir şəxsin, hər bir uşağın bir intellekti var da, necə söyləyim? Hər uşağın öz qabiliyyəti var da, ona görə diferensial yanaşır ki, biri verbal lingvisti, məsəl üçün, musiqi ritmi intellekt olur, biri məntiqi riyazi intellekt inkişaf edir, birində məkan vizual intellekt inkişaf edir də, onun üçün də fərqli yanaşılır. Ay, sağ olun. Yəni, əslində biz diferensiallığı necə yanaşdıq uşaqlara? Diferensial yanaşaqların potensialını, maraqlı intellektini, hər bir şeyi nəzərə alırıq. Onlara uyğun təlim qururuq. Yəni, hər bir uşağın bir növ öyrənmə tərzidir. Öyrənmə tərzini necə nəzərə alan müəllim diferensial yanaşır? Burada da eynən elə. İndi burada misal üçün biz əsasən Howard Gardnerin 8 intellekti var. Bəzi mənbədə 9-cu qeyd olunur. Onu keçən dərs izah etdim. Bax, necə ki, məsələn 8 dənə intellekt deməyinə baxmayın, öyrənmə tərzlərindən çox yaxındır o VAKO sistemindən. Bax, görürsünüz, müəllim bugünkü təlimdə hər bir uşağa diferensial yanaşaraq onların öyrənmə tərzini diqqət mərkəzində saxlayıb məşğələni təşkil edir. Əgər mən sadəcə izah etsəm, xeyli müəllimə deyək ki, siz audial deyil də vizual öyrənirsinizsə, siz arxa planda qalacaqsınız. Yəni sizə mövzu aydın olmayacaq. Diferensiallıq olmadı və yaxud həm göstərdim, həm izah etdim. Praktik bir vəziyyət, təcrübədən keçirmədiniz, misal üçün toxunmadınız, hərəkətdə tətbiq etmədiniz. Burada da kinestetik öyrənən deyək ki, kim olsun? İlahi müəllimə. İlahi müəllimə artıq məyus olur. Öyrənə bilmir axı. Ona həm də maraqsız, sıxıcı gəlir dərs. Amma hər üçünü də, indi oxuyub yazmada var düzdür. Dediyim kimi oxuyub yazma daha çox məktəbdir. Oxuyub yazma da deyil. Bax, dördünü də nəzərə alanda hər bir uşaq həm maraqla, həm fəal şəkildə prosesdə iştirak edir. Bu da nəyi təmin edir? Uşaq yönümlü təhsili. Nəyin tələbləri reallaşır? Dövlətin uşaq yönümlü təhsili. Yaxşı, bir də Xəyli müəllimə, siz mənə deyin, qaydalarla prosedurun fərqi nədir? Biz qayda ilə proseduru necə fərqləndirək? Məşğələni idarə etmək. Mən onları qarışdırıram, ayıra bilmirəm. Qayda ilə proseduru qarışdırıram. Yaxşı, onda bunu başqa müəllimə sual verərəm, o əsaslandırar, mən də qeyd edərəm, siz də öyrənərsiniz. Onu da atasız sözlə izah eləyərsiniz, onu yadda saxlamaq. Sonra siz mənə deyin, bax, inklüziv təhsil bizə nəyi tələb edir? Misal üçün, inklüziv təhsil bugünkü təhsildə vacib bir mövqe belə deyim, tutur, yoxsa elə də vacib deyil. Yəni, istəsə müəllim təşkil edir. İnklüziv, nə dərəcədə? Yəni, nə dərəcədə? Yəni ki, vacibdir də uşaqları inklüziv təhsillə yanaşmaq vacibdir. Yəni, əslində bizim bağçamızda sinif uşağı varsa, mütləq və mütləq inklüziv təhsili təşkil etməliyik. Uşaqları sadəcə fərdi plan əsasında inkişaf elətdirik, yoxsa ümumi fəaliyyətlərə də sövq edirik. Necə düşünürsünüz? Sadəcə İnklüziv təhsildə fərdi də, ümumi də. Fərdi də yanaşılır, ümumi də.
Əsasən də Yəni fərdi yanaşılır da. Onlar biraz simuşaq olduqları üçün elə deyil yəni müəllimə. Biri var, misal üçün, bax, biri var mən sadəcə bu uşağa uyğun ayrıca mövzu seçirəm, ayrıca fəaliyyət təşkil edirəm. Elə bir də var ki, ümumi məqsədə xidmət edirik və ümumi məqsəd əsasında bu uşaqlara da biraz sadələşdirilmiş, çox sadə olmaz dediyim kimi, biraz sadələşdirilmiş yanaşma tapşırıq verirəm və uşaq da ümumi məqsədə doğru hərəkət edir, çatır. inkişaf olur. Hə. Ay sağ ol. Yəni ümumi fəaliyyətlərə də sövq edirik ay sim uşaqlarını. Onu kənarda saxlamaq olmaz. Sadəcə Yox, misal üçün necə ki diferensial yanaşanda görürsüz yüksək potensial uşağa biraz daha çətin tapşırıq veririk. O tezcə öhdə. Bax çətin tapşırıq deyəndə bunu da gəlin aydınlaşdırım. Misal üçün sizə çətin tapşırıq verirəm, deyək ki, sizin potensialınız yüksəkdir. Birbaşa ipucusuz cavablayırsınız. Düzdür? Sonra keçirəm İlahi müəllim olmasın. Bax mən olum. Deyək ki, mən müəllimim oradayam. Mənə sual verirlər. Mən də potensialım zəifdir. Bax bu zaman müəllim mənə sual verir. Çətin sualda, normal sizə verdiyi sualda mənə də verir. Mən cevablaya bilmirəm. Donub qalıram. Bu zaman müəllim necə diferensiallığı nəzərə alır? Mənə ipucular verərək, yəni sualı get-gedə sadələşdirir. Ta ki o səviyyəyə gətirir ki, mən onu asanlıqla cavablayıram. Bax diferensial yanaşma budur. Yəni sualı ümumiyyətlə sadədən dəyişmir. mürəkkəbədir. Yəni sadənin mürəkkibi deyəndə misal üçün baxıram ki, mən bu sualı sizə deyim kimi tapa bilmirsiniz də. Potensial belə deyim, biraz zəifdir. Tam belə başa düşmədinizmi və yaxud tam xatırlaya bilmirsinizmi nədən gedir söhbət? O zaman mən başlayıram sizi yönləndirməyə. Yəni biraz daha ipucunu verirəm ki, bax bu misal bu xüsusiyyəti var, bu xüsusiyyəti var, bu xüsusiyyəti var. Sonuncusu baxıram ki, yox cavablaya bilmədiniz elə ən belə birbaşa açar söz olan sözü deyən kimi deyirsiniz ki, müəllimə cavabı budur. Görürsüz özünüzə inamınız artırmır, bəli. Niyə? Çünki özünüz cavabladınız. Amma mən onu sizə sadələşdirdim. Düzdür? Bir də var ki, deyəm xeyirli müəllimə. Siz bilmədiniz. Yön verirsiniz də belə. Ay sağ olun. Bir də var cavablaya bilmirsiniz, mən tez oradan İlahi müəlliməni qaldırım. Və yaxud cavablaya bilmirsiniz, tez mən cavab verim. Bu doğru deyil. İndi siz böyük insanlarsınız. Düşünürəm ki, çox da gözəl cavablaya bilirsiniz. Amma uşağın mütləq ipucu lazımdır. Bir növ tapmaca kimidir də. Tapmaca kimi ipucu veririk. Yaxşı. Bir də siz mənə zəhmət olmasa deyin. Deməli, biz uşaqların məqsədə xidmət etməsi üçün o tapşırıqlar veririk ya fiziki mədəniyyətdə. O məqsədə uyğun tapşırıqları məşğələnin hansı mərhələsində həyata keçiririk? Yəni ümumi inkişaf etdirici hərəkətlər, oyunlar, yarışlar, tapşırıqlar hansı mərhələdə reallaşır? Əsas mərhələ, biri var, giriş var, əsas var, bir də yekun mərhələ var. İndi hansı oldu? Ümumi tapşırıqları əsasda keçirik də Dərsəm müəllim. Düzdür, əsasda. Çox sağ olun. Çox sağ olun müəllimə. Təkrar edin, bir də diqqətlə dinləyin. Qar nereden verirsiniz? Nə vaxt təkrar eləmirəm dərsləri? Yaxşı, gəlin baxın. Buna baxın. Qar nereden? Birinci testə baxın. Test deyil. Tərbiyəçi məşğələdə uşaqlara payız mövzusunu öyrədir. Bir qrup uşaq yarpaqları toplayıb müşahidə edir, başqa qrup payız haqqında mahnı oxuyur, üçüncü qrup isə payız mənzərəsini çəkir. Müəllim eyni mövzunu müxtəlif fəaliyyətlərlə təqdim edir. Bu vəziyyət hansı yanaşmanı daha dəqiq əks etdirir? Məntiqi deyil, çoxsaylı intellekt, paralel intellekt, yalnız bu da deyil. Bu müəllim çoxsaylı intellektin paralel inkişafı. Nəyə əsasən bu fikrə, bu qənaətə gəldiniz? Burada bayan müəllimə deyir ki, payız mövzusunu öyrədir. Bir qrup uşaqlar yarpaqları toplayıb müşahidə edir. Başqa qrup payız haqqında mahnı. Biri ritim intellekti. Üçüncü mənzərə çəkir. Bu çəkilən nə idi? Hamısı yadına çıxdı. Məkan vizualdır, intellekt. Hərəsi bir intellektdir də. Yarpaqları toplayan hansıdır? Yarpaqları toplayan nə idi? Nə olar? Bilmirəm, görün nə olar? Nə olar? Fikirləşim yox. Nə olar? Yarpaq toplayan nə olar? Naturalist müəllimə. Naturalist olar, yoxsa bədən kinestetik? Hansı olar görün? Naturalist yoxsa bədən kinestetik? Bədən kinestetik müəllimə, o rəqs deyil. Müəllimə, naturalist. Sadəcə rəqs deyil axı. Sadəcə hərəkət eləyir də müəllimə, hərəkət eləyərək yığır da, əyilir durur. İndi hansı olar? Naturalist olar, yoxsa bədən kinestetik? Niyə bunu qeyd etdim? Çünki bu testdə çox vaxt bax bu cavabda müəllimlər qatışdırır. Hansı olar? Mənim yarpaq yığmağım, mənim naturalist intellektimi üzə çıxarır. Daha doğrusu mən naturalist intellektdəyəm. Məncə naturalistdir bu müəllim. Ay, sağ olun, ay, sağ olun. Natural, çünki yarpaq toplayır.
Təbiətdən sağ ol. toplayır. Hə. Kinestetik olmazmı? Əslində toxunma var deyə, misal üçün yaxından müşahidə və sair var deyə ola bilər, amma ön planda daha çox naturalistdir. Yaşı üçün çoxu uşaqlara maraqlıdır, yarpaq toplamaq, daş toplamaq, misal kolleksiya etmək, yəni birə-bir təmasda olmaq, təbiəti seyr etmək daha çox naturalistdir. Mahnı oxumaq dedik ki, musiqi ritmdir, şəklini çəkməkdə məkan vizualdır. Məkan vizualdır. Bəs müəllimə, burada bu payız mövzusunu öyrədir. Payız mövzusunu öyrədir. O öyrədir, o müəllim Hə, bu öyrədir. sadəcə öyrədir, yəni o heç bir O intellektual öyrədir, amma deyil. fəaliyyətlər 3 dənədir. Hansı? Bir Hə, mahnı burada oxuyuruq, bir müşahidə edirik, yarpaq toplarıq, bir də ki məkan şəkil. Hə, bu da onda olur. olur. Paralel. Müəllim dərs İkinci zamanı uşaqlara belə sual verir. İnsanlar niyə bir-birinə yaxşılıq etməlidir? Uşaqlar müxtəlif fikirlər söyləyir və həyatın mənası haqqında düşünməyə başlayırlar. Bu fəaliyyət hansı intellekt növünün inkişafına daha çox yönəlmişdir? Ekstensial intellekt. Bu müəllimə, bu ekstentensialdır. Deyir ki, insanlar niyə belə bir-birinə yaxşılıq etməlidir? Uşaqlar müxtəlif fikirlər. Bu yaxşılıq fikrinə görə mən ekstensial intellekt deyirəm. Ekzistensial, Müxtəlif fikirlər Nəyə görə bu qənaətə gəldik? Düşünməyə başlayırlar. Bu ekstensial Yerdə müəllimlər, çox xahiş edirəm, yerdən Qeyri-adi sonra qeyri-adi dinləyəndə heç suallar anlamayacaqsınız. Aha, yerdən deməyin. Yerdən deməyin. Yazın çat bölməsinə baxıram. Heyf ki, notebookda götürürəm deyə ekran kaydını. Mesajları göstərməyəcək videoda, amma çox istəyirəm ki, onlar da düşsün. Gəlin dərs görüm, ona bir çarə tapırammı? Çünki çox fəalsınız, çox da gözəl cavablar yazırsınız. Yəni yazın, mən ora baxıram. İndi Xəyli müəllimə, siz fikrinizi əsaslandırın. Nəyə görə biz A variantını götürdük? Hansı xüsusiyyəti var idi bu ekzistensial intellektin? Müəllimə, dərin düşünürlər. Ay, sağ ol. İnsanlar niyə bir-birinə yaxşılıq etməlidir? Elə dərin fikirli olurlar da, dərin düşünürlər, hisslərini anlayırlar. Ay, dərin Məncə düşünürlər. İnsanlar niyə var? Biz niyə varıq? Dərin düşüncələr, fərqli düşüncələr belə. Hisslərini anlayırlar. Nəticə çıxara bilirlər də, belə deyim. Dərin fikirləşib nəticə çıxara bilirlər. Düzdür, çox gözəl. Sağ olun. Çox sağ olun müəllimə. İponiya yazılan müəllimə hansı müəllimədir? Çox sağ olun. Siz sağ olun. İponiya yazılan müəlliməmiz. Hansı müəllimədir? iPhone yazılıbdır. Daha doğrusu İponiya yazılıbdır, iPhone. Hansı müəllimədir? Bax, ikinci yerdə əlinizi qaldırmısınız. Adlarınızı yazın ki, səsləndirəndə bilin kimi deyirik. İlahi müəllimə, siz açın zəhmət olunsa səsi. Salam müəllim. Salam, axşamınız xeyir. Xeyir. Deməli, İlahi müəllimə, siz mənə zəhmət olunsa deyin. Deməli, biz alt standartla məqsədi necə ayırd edək, necə fərqləndirək? Ümumiyyətlə, alt standart elə məqsəddirmi? Məqsəd elə dövlətin tələbi olan alt standartdırmı? Bax, bu haqda məlumat verin. Əvvəla onu qeyd etmək lazımdır ki, alt standartda qeyd olunan məqsədlər, alt standartdan bir neçə məqsəd çıxartmaq olar. Yəni, alt standartda göstərilən məqsədləri bir məşğələ daxilində deyil, il boyunda, il ərzində bir qrup üzrə tərbiyəçi həyata keçirməlidir. Alt standartdan tərbiyəçi 2, maksimum 3 nəticə məqsəd bir məşğələ üçün 2, maksimum 3 məqsəd çıxarda bilər. Məsəl üçün, yəni ki, alt standartda bilik və bacarıq hissədən ibarətdir. Məsəl üçün, orada var ki, uşaqlar fiziki tərbiyə məşğələsində sadə fiziki hərəkətləri yerinə yetirir. Burada bilik hissə, sadə fiziki hərəkətlər yerinə yetirirsə, bacarıq hissəsidir. Belə. Düzdür. Bura qədər düzdür. İndi gəlin biraz dəqiqləşdirək. Misal üçün, müəllim alt standartı götürüb bir dərsin məqsədi üçün yaza bilərmi, qeyd edə bilərəm? Xeyr, müəllimə, bütöv alt standartı bir məşğələ üçün məqsəd kimi qeyd eləmək O da olmaz. indiki zamandadır. O da sadəcə uşağın fəaliyyətini əks elətdirir. Yəni, bütün məqsədə verilən kriteriyalar sanki bu alt standartda var.
Yəni baxın o da indiki zamanda nə edir sualına cavab verir, uşağın adından qeyd olunur, fəaliyyətlə əlaqəlidir, amma biz onu niyə məqsəd kimi yaza bilmirik? Bax o xüsusiyyəti qeyd edin. Nəyə görə? Niyə yazamırıq? Çünki orada göstərilən məqsədlər daha genişdir müəllimə. Onun hamısı, bütün alt standartı bir məşğələ çərçivəsində həyata keçirmək mümkün deyildir. Onu il ərzi üçün nəzərdə tutulub. Alt standart tutulaq ki, bir qrup üzrə bir il ərzi üçün nəzərdə tutulub. Oradan 2, maksimum 3 məqsəd çıxartmalıdır tərbiyəçi özü üçün. Çünki bu məqsədlərin hamısını uşaq bir məşğələ daxilində yerinə yetirməsi real deyil axı. Biz bilirik ki, məqsədlər real olmalıdır. Smart məqsədlərdən çıxarırıq ki, spesifik olmalıdır, real olmalıdır, əlçatan olmalıdır. Yəni alt standartdan olan bütün məqsədləri bir məşğələ daxilində icra etmək, uşağa yəni başa salmaq və onu uşaqdan almaq qeyri-mümkündür. Ona görə müəllimə mən belə düşünürəm. Aha, gözəl düşünürsünüz əslində. İndi siz mənə deyin, bax mən müəlliməm, biraz təcrübəm azdır. Və götürürəm, alsın, maşallah olsun, vaxtımız nə tez bitir, aman Allahım. 2-ci linki göndərəcəm. Hələ var düzü. Bax siz mənə deyin, mən təcrübəsiz bir müəlliməm, gəlirəm, baxıram ki, məqsəd yazmalıyam, nə edim, necə edim deyirəm, tez asan yola qaçıram, qaça-qaça gedirəm tez alt standartdan, bir alt standartı götürürəm, gətirəm məqsəd kimi yazıram. Burada Smart dediniz ha biraz öncə, Smartın hansı tələbi pozulur? Bax götürdüm alt standartı, yazdım məqsəd kimi. Nə pozulacaq? Real deyil müəllimə. Real deyil. Realdan daha çox. Realdan daha çox başqa biri pozulur. Zaman da var müəllimə. Time bound. Yəni bir zaman daxilində bir məsələnin əsasını yaddan çıxartdıq. Əslində belə baxanda hamısını pozuram, amma biraz belə daha əsası var. Əlçatan müəllimə, əlçatan olmalıdır. Biraz da geriyə getsək, ən birinciyə çatsaq. Doğru cavabı gəlir. Spesifik müəllimə, spesifik, əlçatan, real, time bound. Aha. Burada əsas Smartı S-ni pozuruq, yəni spesifik olanı. Çünki məqsəd dəqiq, konkret, aydın və yerinə yetirə bilər başqadır. Yəni dəqiq aydın olmalıdır. Baxın kimi bilməli. Biri var, mən onu hər zaman müdavimlərimə də deyirəm. Deyirəm müəllimlər, bax biri var, mən sizə deyirəm ki, gedin kurikulumu öyrənin. Bir də var deyirəm ki, didaktik prinsip. Misal üçün deyirəm. Hansı daha aydındır? Kurikulumda o qədər mövzu var ki, sizin də beyninizdə sual yaranacaq ki, nəyi necə edim? Həm çatdırmayacaqsınız gələn dərsə, düzdürmü? Həm mən sizə ondan sual cavab edib vaxtım yetməyəcək. Gördünüz, ölçə bilməyəcəm. Necə sual cavab edim? Hansını öyrənmisiniz bilmirəm axı. Həm sizin üçün əlçatan olmadı, orada A-da pozuldu, həm belə deyim, real deyəndə, yəni uyğunluğu pozduqmu, pozuruq. Spesifik də birbaşa pozulur. Çünki hər birimizin beynində sual yaranır ki, mən indi düşünürəm nəyi keçdim, nəyi öyrəndiniz, nədən sual cavab edim, nəyə uyğun test göndərim misal üçün. Siz də ki, bilmirsiniz nədən başlayarsınız, nədən bitirəsiniz. Düzdür? Deməli, ən vacib pozulur spesifikdir. Çünki dəqiq aydın olmalıdır. Amma alt standart ümumidir. Biri var, 20 məşğələnin nəticəsi. Bax, düşünün ki, 20 məşğələnin, misal üçün deyirəm, bir tədris ilindəki məşğələlərin hamısını əhatə edir. Misal, 20 məşğələnin biri var nəticəsi. Bir də var ki, cəmi 1 və yaxud 2 məşğələnin nəticəsi. Hansı daha xüsusidir? Hansı xüsusidir? 2 məşğələnin nəticəsi, yoxsa 20 məşğələ? İki məşğələnin nəticəsi. Məqsəd 1-2 məşğələ. Yəni daha doğrusu bu həftə içində misal üçün 2 dənə ətraf aləm varsa, bu 2 dərsə aid məqsəd yazdım və ona da çatıram. Bir həftənin içindəki məşğələ hara, bir ilin içindəki məşğələ hara. Alt standart bir ilin içindəki ümumi belə deyim məşğələlərin nəticəsidir, amma məqsəd sadəcə bir həftənin içində olan məşğələlərin nəticəsidir. Yaxşı bax elə yadda saxlayın, ona görə olmaz. Sonra bizim inteqrasiyamız Bəli, mən üzrəm. Orada bir şey də var. Məsəl üçün, orada alt standartda qeyd olunub ki, sadə fiziki hərəkətləri yerinə yetirilir. Bu ümumi məqsəddir. Yəni, buradan bilinmir ki, sadə fiziki hərəkətlər dedikdə yerimə, qaçma, yürüyüş hansını uşaq yerinə yetirir. Ancaq sadə fiziki hərəkətləri müəllimə açmalıdır ki, məqsəddə yerişi yerinə yetirir, yeriş hərəkətini ardıcıl, məsəl üçün, uyğun bir-birinin ardıcıl yeriş hərəkəti. Bunu açmalıdır, dəqiq göstərməlidir məqsəd. Ay, sağ olun. Biz orada da möhtəzənin içində verir, amma yenə də biz daha konkret, daha xüsusi. Misal üçün, o ilin son, yadda saxlayın ki, alt standart eynən necə ki biz məqsədimizi dərsin əvvəlində müəyyənləşdiririk, nəticəyə, təlim nəticəsinə sonda çatdırıq. Bax, məqsədlə nəticənin fərqi budur. Məqsəd dərsin əvvəlində, nəticə sonda əldə edilən nailiyyətlərdir. Eləcə də dövlət, alt standartı dövlətin məqsədidir də. Bax, alt standartı dövlətin məqsədidir. Alt standartı dövlət bizə ilin əvvəlində verir, tədris ilinin sonunda da baxır ki, görüm çatdıq mı o nəticəyə, əldə etdikmi?
Yaxşı, ona görə yəni ilin sonu üçün nəzərdə tutulan təlim nəticələridir o. Uşaq gələn kimi, bağçaya daxil olan kimi o bilik bacarığa yiyələnməsi mümkün deyil. Və yaxud qrupun deyək ki, 2 uşağı, yəni potensialı yüksək olan uşaqlar, IQ səviyyəsi yüksək olan uşaqlar yiyələnsə də qalan 90% uşaq arxa planda qalacaq. Düzdür? Bu da həm bərabərliyi pozulur, həm differensiallıq pozulur, əlçatanlıq, hər bir şey başdan sona pozulur. Ona görə olmaz. Bax, bunu da belə fərqləndirək. İnteqrasiya haqqında da məlumat verin bizə. Hansı inteqrasiyalarımız var? İnteqrasiya deməli didaktik prinsiplərdən biridir. Məşğələnin təşkil zamanı. İnteqrasiya bir var, inkişaf sahəsi daxili, bir də inkişaf sahələri arası və inkişaf sahəsi daxili. İnkişaf sahəsi daxili inteqrasiya dedikdə bir eyni inkişaf sahəsi müxtəlif yaş qrupları üzrə inteqrasiya nəzərdə tutulur. Əgər müxtəlif yaş qrupları üzrə bir inkişaf sahəsi isə bu şaquli inteqrasiyadır. Bir də var inkişaf sahələri arası inteqrasiya. Burada müxtəlif inkişaf sahələri eyni yaş qrupu daxilində olunan inteqrasiyadır. Yəni bir məşğələnin daxilində, tutaq ki, nitq inkişafı məşğələsinin daxilində müəllimə burada bədii sadə bəli, məsəl üçün nitq inkişafı bədii təfəkkürdə 2-2 standartını inteqrasiya elə bilər 2-1-ə, 2-3-ə inteqrasiya elə bilər və ya birinci fiziki inkişaf sahəsinə inteqrasiya elə bilər. Bu olur, məsəl üçün, bəli, bu olur müxtəlif inkişaf sahələri arasında olanda, bu olur üfüqi, deyəm bir dəqiqə. Müxtəlif inkişaf sahələri arasında olanda üfüqi inteqrasiya olur. Bir də var. Mən sizi anladım. Səhv demədim. Çox gözəl. Yox, biraz qatdıq, indi onu düzəliş edirik. Biraz da belə qarışdırdıq sanki, amma onu bir dəqiqə aydınlaşdırırıq. Deməli, müəllimə, siz mənə deyin. Bahəsində şaquli üfüqi deyirik, buna inkişaf sahəsi daxili, inkişaf sahələri arası inteqrasiya deyə bilərik. Yəni, narahat olun. Yəni, eyni mənanı əhatə edir də. Düzdür, planda inkişaf sahəsi daxili, inkişaf sahələri arası adı keçsə də, amma şaquli üfüqi də hələ inkar olunmayıb. Yəni, eyni. Sadəcə yadda saxlayın ki, inkişaf sahəsi daxili şaquli inteqrasiyadır, inkişaf sahələri arası üfüqi. Deməli, mən bir inkişaf sahəsinin daxilində ətraf aləmlə riyaziyyat inteqrasiya edirəmsə, bu şaquli həmçinin inkişaf sahəsi daxilində inteqrasiyadır. Çünki 2.1-dən 2.3 inteqrasiya edirik. Gördük, məzmun xətti qaldı yerində. Dəyişmədi ki, xeyr. Amma inkişaf sahələri arası, bu misal üçün mən ətraf aləmi inteqrasiya edirəm təsviri fəaliyyətlə. 2.1-i 3.1-lə. Gördünüz, məzmun xətti dəyişdi. Yəni, müxtəlif sahə ilə. Və yaxud 2.1-i inteqrasiya edirəm 4.2 ilə, 1 ilə, 3 ilə. Baxın da, indi siz nə ilə inkişaf elətdirmək istəyirsiniz? Və yaxud riyaziyyatı inteqrasiya edirəm fiziki inkişaflarla, hərəkətlərlə. 2.3, 1.1 ilə. Görürsünüz, inkişaf sahələri, məzmun xəttləri dəyişən kimi burada artıq üfüqi inteqrasiya və inkişaf sahələri arasında, yəni inkişaf sahələri arası daha çox istifadə olunan inteqrasiyadır təlimdə. Yadda saxlayın, plan yazanda da yəqin diqqət yetirmisiniz. Ən çox istifadə olunan inkişaf sahələri arasıdır. Çünki biz bir dərsdə müxtəlif sahələr üzrə uşaqlarda keyfiyyətlər formalaşdırırıq. Yaxşı, yəni o daha. Amma şaqulini inkar mı edirik? Xeyr. İnkişaf sahəsi daxilində inteqrasiyada bizim dərsimiz ümumiyyətlə, belə deyim, planda, alt standartın özü şaquli inteqrasiya əsasında dəyişir. Yəni ayrılmaz bir parçası da var. Yaxşı, ya şaquli, ya inkişaf sahəsi daxili eynidir, ya inkişaf sahələri arası, ya üfüqi eynidir. Bax, belə yadda saxlayaq. Gələk intellektə qarşı yerin. Bax, mən çox danışmağı sevən bir insanam. Uşağam, müəllim mənə sual verir, elə istəyirəm danışım, fikrimi əsaslandırıram. O qədər gözəl danışıram ki, hər kəs valih olur. Deməli, mən verbal intellekti mənim. Verbal intellekti. Danışıq, sözlü. Düzdür. Sonra uşaqlar, bax elə uşaq var ki, nə vaxt baxıram kitab köşəsinə yaxınlaşır, nə vaxt baxıram kitab köşəsinə, kitabxanaya maraq göstərir, kitab baxır. Hətta düzdür, qeyd apara bilmir indi bunlar, amma indi elə təsəvvür elə ki, qeydiyyat aparır, konspekt tutur. Daha sonra, misal üçün, çox gözəl hafizəyə malikdir, çox gözəl yaddaşa malikdir. Oxuyub, bu düzdür, məktəbə qədər dövrdə olmur, o qədər də oxuyub anlamaya aiddir. Bəs intellektdən hansıdır? Oxuyub anlama daha çox hansı intellektdədir? Hansı olar? Qeyd dəftəri var, konspekt tuturam, kitab oxumaq sevirəm. Mən verbal lingvistika. Yerdən deməyin.
Buyur. Hı. Qaydaları pozursunuz ha, qaydaları pozmaq olmaz. Ha, deməli Hı, bizim verbal qarışdırdım. lingvistik intellektimizdir. Bəli. Bəli. Sonra misal üçün bax, konstruksiya biraz iki başlıdır, amma biz birinci başını tapmağa çalışaq. Bax, uşaq nə edir? Uyğunluğu müəyyənləşdirir, əlaqəni müəyyənləşdirir, quraşdırma zamanı, konstruksiya zamanı. Hansı intellektin xüsusiyyətləri burada öz əksini tapır? Məkan Bax, vizual, uyğunluq. müəllimə. Məkan vizual. Yox, o deyil. Yox, Çox təəssüf, o deyil. uyğunluq. Beyin işlədirəm. Təfəkkürün xüsusiyyəti dedim ən çox A, hansındadır? məntiqi, Ay, sağ ol. beyni istədirsən müəllimə məntiqidir. Ay, sağ ol. Beyni Rənglərlə işləməyi uyğunluq. çox sevirəm. Rənglə işləməyi çox sevən uşaq. Hansı intellektə Rənglər. sahibdir? Aha. Rəng, Rənglər, şəkil rənglər. çəkməyi, sonra. Müəllimə o kinestetikdir, çəkmək, hərəkət kinestetikdir. Yox, o Kinestetik olarmı ki? deyil. Olarmı ki? Bir də düşünün. Bax, mən şəkil Şəkil çəkməyi çəkmək. sevirəm, rənglərinə işləməyi çox sevirəm. Ümumiyyətlə dizayner, stilist, interye, hər şeyə diqqət yetirirəm. Bax, bu sahələr üzrə Məkan çalışıram. vizual. Məkan Ay, sağ ol. vizual. Məkan Ay, vizual. məkan vizualdır. Bəs indi mənə müəllim belə bir tapşırıq verir rənglə bağlı. Misal üçün, deyir ki, nə deyir? Bax, bu ardıcıllığı tamamla. Rənglər də, bax, rənglərdə misal üçün uyğunluğu müəyyənləşdir, ardıcıllığı tamamla. Rənglə bağlı belə bir tapşırıq verir. Bu hansı intellektin xüsusiyyətini əks etdirir? Bunun kaydını atarsınız dersin. Bəli, göndərirsən. Göndərirsən. 2 hissəli video olacaq. Birləşdirməyə, çünki sizdə sonra dərsiniz var. Çox ki, mən ki, satmayacam, vaxtım olmayacaq. Ona görə 2 hissəli olacaq. Göndərəcəm ama. Deməli, sonuncu sual olaraq belə bir sual verdim. Dedim, müəllim rənglərlə bağlı tapşırıq verir. Deyir ki, misal üçün, ardıcıllığı tamamla, uyğunluğu müəyyənləşdir. Bu hansı intellekt ayrıcılıqlara xas xüsusiyyətdir? Hansı intellektin göstəricisidir müəllimə? Necə düşünürsünüz? Düşünməlidir də, məntiqi Deyir, riyazi olacaq. Elə müəllimə Ay, sağ olun. düşünürsün. Bəli. Ay, sağ olun. Düzdür. Çox sağ olun. Çox gözəl. Siz çox sağ Mətanət olun, müəllimə, müəllim. sizlə davam edək. Sağ olun. Bəli, mənim axşamınız xeyir. Əllərimiz aşağı düşüb, yenidən qaldırın. Zoom-u yenidən təzələdik deyə əllər aşağı düşdü. Mətanət müəllimə, siz mənə zəhmət olmasa nə haqq məlumat verin. Siz mənə deyin, hansı səriştədir ki, bu səriştə uşaqlarda səslərə. Bu səriştə uşaqlarda müsbət davranışların formalaşmasına yönəlikdir. Yəni, əslində davranış mədəniyyəti ilə bağlıdır. Hansı səriştədir? Davranış, şəxsi və sosial məsuliyyət. Ay, sağ olun. Bəs qaydalar və prosedurları necə fərqləndirməliyik? Ümumiyyətlə, qayda ilə prosedur nəyə xidmət edir? Ortaq cəhət Qayda nədir? ümumi etməli olduqlarımızdır. Məsələn, hansı qaydalara riayət etməli olduqlarımızdır. Amma prosedur isə hansı ardıcıllıqla yerinə yetirməli olduqlarımızdır. Səsləri bağlayıram bircə saniyə. Səslər yenə qarışacaq. Gözləyin. Qaydaya məsəl üçün sinifdə sakit durmaq lazımdır. Amma prosedura məsəl üçün əvvəlcə əlinə maye sabunu tök, sonra əllərini yu, daha sonra dəsmalla qurula, sil. Bu prosedurdur. Düzdür. Deməli, qayda əslində, indi siz mənə deyin, hansı fəaliyyətlə bağlıdır, hansı davranışla? Hansı fəaliyyətlə bağlıdır? Fəaliyyətlə bağlı olan qaydalardır, davranışla bağlı olan, yoxsa davranışla bağlı olan qaydalardır, fəaliyyətlə bağlı olanlar prosedurlardır. Ay, sağ olun. Əslində qayda uşağın mənfi davranışını məhdudlaşdırmaq, onu tənzimləmək, idarə etmək məqsədi ilə nə olunur? Yaratılır. Prosedur isə bir işi necə görmək lazımdır. Düzdürmü? Yəni, necə bu ardıcılığı öyrədirəm ki, uşaqlar, bax, birinci bu, ikinci bu, üçüncü bunu etməlisiniz. Bu 1, 2, 3 sadalanırsa, bu prosedurdur. Bizim gün rejimimiz qaydalara aiddir, yoxsa prosedurlara? Rejimiz prosedura. Yəni, Ay, nəyin sağ olun. Gün ardıcılıq rejimi. var. Düzdür, fəaliyyətlərdə ardıcılıq var. Bəs gözləntilərdən qaydaları necə fərqləndirək? Gözlənti uşaqlardan hansı gözləntini gözlədiyimizdir. Qayda isə ümumi olaraq, yəni uşaqlara bildirilir də. Yəni, misal üçün, qayda daha xüsusi, spesifik ola bilir, yoxsa gözləntilər? Gözlənti. Aha, düzdür. Hansı yumşaq formadadır, hansı əmr formasındadır? Qayda əmr formasındadır, gözlənti isə yumşaq formadadır. Hansı daha geniş izah olunur, hansı daha konkretdir? Hansı daha geniş izah olunur? Qayda daha konkretdir, gözlənti isə daha genişdir. Ay, sağ olun. Daha sonra, siz mənə deyin, hansı davranışla bağlıdır?
Hansı davranışla bağlıdır? Qayda davranışla bağlıdır. Gözlənti bəzi. Gözlənti nə ilə Ə, bağlıdır? Gözlənti də davranışla bağlıdır əslində. Ay, sağ ol, ikisi də, bəli, bəli, əlbəttə. Yaxşı, daha sonra, misal üçün, bax, siz müəlliməsiniz, görürsünüz ki, iki uşaq davam edir. Reaksiyanız da olar. Nə edərsiniz ki, bax, bu münaqişə daha xaotik bir vəziyyətə çevrilməsin. Nə etmək olar? Münaqişənin Hansı hallar? səbəbini öyrənərəm. Daha doğrusu Mən elə dava edirəm. öyrənirəm. İlhami müəllimə ilə mən, ya İlahi müəllimə ilə, öz müəllimlərdən deyim. Bax, İlahi müəllimə ilə biz Əvvəlcə dava edirik. münaqişənin səbəbini öyrənirəm. Daha Biz sonra dava edirik, məsələn birimiz oyun saçımızı yoluruq, biri gözümü basır çıxardır, biri dişləyir məni, siz səbəb sorsa, o həngamədə mən sizə heç nə deyə bilmərəm, mən saçımı yolum, qolumu ayırıram dişləyir. sizi birinci. Aha, Sakitləşdirməyə çalışıram. Və birinci aha. bildirirəm ki, yəni biz bura dalaşmağa gəlməmişik. Siz dostsunuz, bacı, Mühakimə edirsiniz qardaşsınız. məni, Hə. mühakimə Yox, edirsiniz, mühakimə onlar. etmirəm. Mühakimə etmirəm. Sadəcə başa salmağa çalışıram. Sonra mübahisənin səbəbini öyrənməyə çalışıram ki, niyə dalaşırsınız? Məsəl üçün Aha, oyuncaq üstündə dalaşırsınızsa, mən vaxt qoyuram. O oyuncaqdan yenə varsa baxsa da o oyuncağı təklif eləyirəm ki, hər ikisində olsun oynasınlar. Və yaxud da yoxdursa vaxt qoyuram ki, müəyyən vaxt ərzində sən oyna, sonra bu birisi oynasın. Və yaxud nə bilim, belə aha. başa salmağa çalışaram ki, İndi mübahisəni aradan normalda qaldırım. konflikt həlli necə idi? Bax, konflikt həllini yadda saxlayaq ki, bax, iki uşaq dava edəndə Uşaqların normalda mən hər birini dinləmək. öz dərslərimdə də deyirəm hər zaman, deyirəm müəllimlərə. İnanıram ki, eyni addım atırsınız. İndi bu biraz termindir deyə, həm də ardıcılığı əzbərləməyik deyə gözünüzdə böyütməyək. Bax, necə edirik? Məsələn, iki uşaq dava edirsə, düzdür, bəlkə də biz qışqırarıq ki, ay uşaq, dəymə, bəsdir və s. belə etməməliyik. Yəni sakitliyimizi qoruyaraq, amma cəld davranmalıyıq. Yəni cəld necə tez hərəkət edib onları ayırmalıyıq, amma qışqırmadan. Yəni panika yaratmadan tez cəld davranıram. Onları zərərli hərəkətlərini dayandırırıq. Məsəl üçün biraz öncə uşağın biri mənim qolumu dişlərdi, bir də saçımı yolurdu. Keçəl qalacaqdım. Düzdür? Tez məni ayırdınız, sakitləşdir. Sonra da mühakimə etmirsiniz. Yəni mühakimə etmək olmaz. Ayırandan sonra indi məsəl üçün mən ağlayıramsa çox güman ki, ağlayacağam, ətimi qopardırdılar. Siz mənim diqqətimi yayındırırsınız. Ay, orada quş var, ay, burada gələn var, ay, burada maşın var, sakitləşirəm. Çünki mən ağlaya-ağlaya siz necə səbəb soruşacaqsınız, düzdürmü? Səsiniz bir-birinə qarışacaq. Sonra sakitləşdirdiniz, səbəbini soruşursunuz. İndi hər birimizdən olmaz qərəzli davranmaq, məsələn, məndən də, o birisindən də. Biz də uşaq olduğumuz üçün, bax mən deyirəm ki, mən haqlıyam, o mənim əlimdən oyun sağaldı. O bir uşaq deyir ki, yox, mənim oyun sağlamdır, bu birisi deyir mənimdir. Üçümüzdən də soruşdunuz. Sonra da bir dəfə də səsləndirirsiniz. Deyir, hə uşaqlar, deməli bu klas üstündə dava edirsiniz. Bax səsləndirirsiniz ki, hamımız eşidək ki, ümumi problemimiz nədir? Sonra deyirsiniz ki, bəs indi biz necə edək ki, siz barışasınız? İndi bizi kompromisə getməyi öyrədirsiniz. Yəni bir-birimizə güzəştdə əslində əməkdaşlığı formalaşdırırsınız. Lakin biz uşaq olduğumuz üçün nəzərə alın ki, məsəl üçün orta böyük qrupuq. Məktəb hazırlıqda indi bəli, yavaş-yavaş onlar kompromisə getməyi öyrənirlər. Amma indi orta qrup, böyük qrupda təsəvvür edin ki, mən deyirəm ki, o oyuncağı mənə versin. Mən barışam, o bir uşaq deyir ki, yox, mənə versin, mən barışım. Gördünüz ki, ortaq məxrəcə gələnmirik. Qətiyyən güzəştə getmirik bir-birimizə. Onda da artıq sizin alternativ həll yollarınız nə edir? Bizi barışığa sövq edir. Sonra da tərbiyə edici nağıl mı danışarsınız, rollu oyunlardan mı istifadə edərsiniz, hekayə mi danışarsınız? Əsas odur ki, bir nəticəyə gələk. Bax, belə olur ardıcılıq. Yəni, siz dediyinizdə nəyə də fərqli deyil. Amma mühakimə etmək olmaz, deməməliyim. Ayıb olsun sizə uşaqlar, heç sizə yaraşırmı? Olmaz. Bax, bu qəbul edilməzdir. Sonra, inklüziv təhsilin əsas məqsədi nədir? Nə üçün inklüziv təhsil var? İnklüziv təhsilin sağlamlıq imkanları məhdud olan uşaqların Onlar sual verim, araya girdim. Aha, nə? Bu qayda proseduru məndə çətinlik çəkirəm. Mən belə başa düşürəm ki, onlar belə elə bir ki, qaydada məsələni oxuyuruq, prosedurda onu tətbiq edirik, həll edirik. Bu cür yəni tətbiq eləmək olar. Var. Misal üçün, qayda gəlin öz dərsimizdən götürək. Bizim qaydamız nədir? Yerdən əl qaldırmaq olmaz. Düzdür. Qaydalar təsdiq cümləsində bir də müsbət dilli olmalıdır. Yəni, olmaz əvəzinə deyirəm müəllimlər, səssizliyə riayət edin. Bax, bu qaydadır. Hər kəsə şamildir mi? Bəli. Demirəm ki, misal üçün, kim hansı müəllimənin adını? Mətanət müəlliməni deyim. Mətanət müəllimə, bax, siz zat səs atmayın, qalan hər kəsə olar. Və yaxud heç kim olmaz, sadəcə mətanət müəlliməyə olar. Demirik də, düzdürmü? Yerdən ümumiyyətlə danışmaq olmaz. Kim əlini qaldırır, növbəli sual-cavabda iştirak edir. Bu qaydadır. Görürsünüz, mənfi davranışı, o xaosu, o belə deyim, vaxt itkisinin qarşısını almaq üçün bu addımı atırıq. Prosedur isə sizə izah edirəm. Deyirəm müəllimə, bax, birinci testi oxuyun, sonra variantları bir-bir təhlil edin. Sonra misal üçün
aid olmayan da uyğun olmayan variantları ixtisar edin. Görün hansı variant konkret sizə baxırsınız ki, testə uyğun gəlmir, çıxartdınız. Sonra artıq iki variant arasında qalırsınızsa, bax orada başlayın düşünün, görün nə olar. Bax, misal üçün, bu izahat prosedura aiddirmi? Bəli. Və yaxud başqa nə deyim? Misal üçün, bax, deyirəm ki, YouTube-a daxil olun, videolarımı baxın, like edin, sonra komment yazın. Bu da proseduralarım, bəli, gedişatdır. Nə, necə etmək lazımdır, onu göstərirəm. Və yaxud bax, Zoom-a daxil olmaq. Deyirəm, müəllimlər, linki göndərəcəm, linkdən keçid edin, mikrofonu bağlayın, kameranızı istəyirsiniz, açın, istəyirsiniz, bağlayın. Sonra da, misal, sözünüz olanda mikrofonu açın, fikrinizi bildirin və yaxud sual-cavab olunursa, kimsə chat bölməsində yazın. Bax, bu gedişat prosedurdur. Necə etmək, o ardıcılığı izah edirəm. Necə etməlisiniz? Nə etməliyəm? Qaydadır. Necə etməliyəm? Prosedurdur. Bax, ən qısaca belə. Bir yadda saxlayın. Yaxşı. Sonra mətanət müəllimi. Gəlin testimizə baxın. Baxın 3-cü testimizə. Tərbiyəçi uşaqlara heyvanları tanıtdırır. Bəzi uşaqlar heyvanların səsini təqlid edir. Bəziləri isə heyvanları qruplaşdıraraq onların yaşayış mühitini izah edir. Hansı uşaq fəaliyyəti naturalist intellektin daha aydın göstəricisidir? Deməli, heyvanların səsini təqlid edir, onların yaşayış mühitini izah edir. Heyvanların səsini təqlid edən. Heyvanların səsini təqlid edən. Çünki o birisi məncə məntiqi yaşayış mühiti. Hansılar? Bax, heyvanları tanıdırıq. Bəzi uşaqlar heyvanın səsini təqlid edir. Bəziləri isə heyvanları qruplaşdıraraq onların yaşayış mühitini izah edir. Heyvanları qruplaşdırmaq, onların yaşayış mühitini izah etmək, bu o deməkdir ki, mən heyvanlarla maraqlanıram. Maraqlandığım bir şeyi qruplaşdıraram, yaşayış mühitini izah edərəm. Düzdürmü? Məlumatım var. Deməli, mən ona marağım var. Yəni, deməli, canlı-cansız aləmə maraq göstərirəm. Məncə, heyvan səslərini təqlid edən. Variantlar tam aydın görünür, amma məncə A variantı. Hə, baxın. Hələ edirdik ki, biz burada deməli, naturalist intellektin daha aydın göstəricisidir. Hə, onu tapmalıyıq. Bəziləri isə heyvanlar. Hə, baxın. Məncə elə A variantıdır. Heyvanların səsini təqlid edən. Deməli, heyvan səsini təqlid etmək. Təqlid edir. Bəziləri isə heyvanları qruplaşdıraraq onların yaşayış mühitini izah edir. Hansı uşaq fəaliyyəti naturalist intellektdə daha aydın göstəricisidir? Aha, düzdür. Heyvan yaşayış mühitinə görə qruplaşdırılması elə burada da dedik. Bax, bu intellekt bura qədər nədir? Naturalistdir. Burada da hansı aid olur? Bu olur. Bəs bunlar hansıdır? Gəlin indi bunlar da bax. Heyvan səsini təqlid etmək hansı intellektdir? Heyvan səslərini təqlid etmək əslində demişdim müəllimə mən düzgün cavab olaraq. Varmı ki? Təqlid etmək. Verbal lingvistik. Bilmirəm, Verbal düşünün. lingvistikdir, səsləri təqlid etmək. Məncə Verbal lingvistikdir. Yoxsa musiqi. Səsi təqlid etmək. Misal, səslər hansında idi? Musiqidə. Onlar mı, niyə olmasın? Hə, səs daha çox musiqidir. Bəs heyvanın yaşayış mühitinə görə dediyi naturalistdir. Heyvan haqqında mahnı oxumaq hansıdır? O da musiqili. Musiqilidir. Musiqidir. Bəs heyvan haqqında hekayə uydurmaq? Hekayə uydurmaq. Məkan vizual. Verbal lingvistik. Verbal lingvistik. Ay, sağ ol. Hekayə uydurmaq düzdür. Hekayə xəritəsi verbal lingvistikdədir. Amma heyvan rəsmini çəkmək isə məkan vizual. Ay, sağ olun. O da məkan vizualdır. Düzdür, əla. 4-ə də baxın. 4-ə baxın, keçirin digər müəllimə. Əllərinizi qaldırmalısınızsa, əlləriniz aşağı düşüb. Müəllim bir uşağın riyazi tapşırıqları tez həll etdiyini, səbəb-nəticə əlaqələrini tez qurduğunu və problemlərin həllində məntiqdən istifadə etdiyini müşahidə edir. Bu xüsusiyyətlər hansı intellektə daha çox aiddir? Məntiqi riyazi intellektə. Aha, məntiqi riyazi intellektdə yerlər dolub deyil. Mən onu necə edim indi? Deməli, müəllim bir uşağa riyazi tapşırıqları həll etdiyini, səbəb-nəticə əlaqələrini tez qurduğunu, problemin həllindən məntiqdən istifadə etdiyini müşahidə edir. Ay, son məntiqi riyazi intellekt, düzdür, əla. Yaxşı, bəs mən ən qısa yolu tapıramsa, ən qısa, ən kəstirmə yolu tapıramsa, hansı intellekti sahibəm? Bu da çox qarışdırılan sualdır. Müəllimlər Elə bu da məncə məntiqi riyazidir. Bilmirəm, bax. Çünki məntiqin var ki, ən qısa yolu tapıramda. Amma bilmirəm. Xeyr, sanki. Ən qısa yol.
Məmməd düşünmədə hansısa məsələdə yoxsa Xeyr, ümumiyyətlə ən qısa kəstirmə yolu tapmaq, yol, istiqamət, yol, misal üçün yol olaraq? Hə. məsafəni. Onda məkan vizual, məkan. Aha. Düz nəyə Mən elə görə? bildim ki, məsələdir, hər hansı bir problemdə. Çünki yəni məkanı bilirəm də, mən yolu bilirəm. Ən kəstirmə. Baxmayın, bax bu testə aydın baxan kimi görünür ki, hansı yoldan bəhs olunur. Amma müəllimlər siz dediyiniz kimi 99% halda məntiqi riyaziyyatını götürür. Niyə? Çünki düşünür ki, o beyində düşünür, o Aha, həll mən də elə edir, ondan fikirləşdim. sonra qərar, yəni strategiya qurur, sonra tapır ki, ən qısa, ən kəstirmə yol budur. Amma halbuki elə deyil. Onda göz yaddaşı var. Onda misal üçün artıq bilir də, misal hansı daha qısa məsafədə, hansı yolla getsə daha tez kəstirmə ora çatar. Bax, ona görə bu vizual, məkan vizual intellektidir. Ümumiyyətlə, məkan bələdləşmə, məkana bələdləşmə, səmtləşmə daha çox məkan vizualdır. Çox sağ olun, gözəl. Çox sağ olun müəllimə, Sonra çox Aytən təşəkkür edirəm. müəllimə, Məmmədova. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyirli olsun. Necəsiz müəllimə? Çox sağ olun müəllimə, yaxşı olasınız. İndi Aytən müəllimə, bax, çat bölməsində müəllimlər yazır ki, biz gözlənti ilə qaydanı səhv salırıq. Gəlin onu biraz təhlil edək, görək niyə səhv salırlar. Qayda ilə gözlənti əslində düzdür. İkisi də davranışla bağlıdır, amma fərqləri var. Gəlin görək fərqi nədir? Onu izah edə bilərsinizmi? Biraz kömək edəcəm. Bildiyim qədərilə izah edərəm. Deməli, Hı. biz bilirik ki, gözlənti iki formada olur, müsbət və mənfi gözlənti. Biz gözləntini uşaqda elə qurmalıyıq ki, onlarda müsbət emosiyalar yaratmalıyıq. Yəni mesaj olaraq müsbət ötürməliyik uşaqlara. Gözləntilər əsasən davranışla bağlı olur, davranışlarla bağlı. Məsəl üçün biz uşaqlara deyirik ki, hər hansı bir yerdə ümumiyyətlə cəmiyyət içərisində məsuliyyətli olun, özünüzdən böyüklərə hörmətlə yanaşın. Yəni bütün davranışla bağlı hər hansı bir yerdə o məkanından asılı olmayaraq uşaqlara davranışı ötürürük. Yəni mesaj şəklində davranışla bağlı olan məlumatı ötürürük. Ancaq qaydalar isə başqadır. Məsələn, qaydalar sinifin ümumiyyətlə məşğələnin idarə etməsinə, qrupun idarə edilməsinə aid olan bir proses olduğu üçün, yəni bir qrup içərisində olur və bu qaydalar 3-5 sayda olmalıdır. Yəni çox qoyulmalı deyil. Yəni bu yorucu olar. Adətən qaydalar uşaqlarla birlikdə işlənib hazırlanmalıdır və təsdiqdə olmalıdır. Yəni uşaqlarla ona görə bir yerdə hazırlanmalıdır ki, uşaqlar bir yerdə olanda ona daha tez, daha asan əməl edirlər. Nəinki onlardan, yəni onların iştirakı olmasa, onlar o qaydaları sərt və hətta bir əmr, belə deyim də, əməl etməyə bir növ təcrid olmalılar. Yəni bir növ məcbur olmuş kimi olurlar. Amma bir yerdə olanda daha onlar o qaydalara əməl edirlər. Bir növ uşaq psixologiyası da belə deyək. Qaydalar yəni yenə də təsdiqdə olmalıdır. Yəni biz uşaqlara qaydanı deyəndə, məsəl üçün qaydaları elə etməliyik ki, uşaqlar yəni bir yerdə hazırlayanda, onların iştirakı olanda uşaqlar ona daha çox, daha gözəl əməl edirlər. Belə. Yəni bildiyim qədəri belə. Yəni qaydalar əmr formasında ümumi hər kəsi əhatə edir. Tədris ilinin əvvəlində mütləq şəkildə hazırlanmalıdır qaydada, prosedurda. Baxmayaraq ki, mənim uşaqlarım intizamlıdır, mənim uşaqlarım belə deyim, məsuliyyətlidir. Yenə də qayda, prosedur tədris ilinin əvvəlində mütləq şəkildə hazırlanır. İndi gözlənti ilə qaydanın fərqi nədir? Qaydalar ümumi formada, əmr formasındadır və ümumi hər kəsə şamil olunur. Bir də ki, misal üçün 2, 3, maksimum 5 də, maksimum 5 qayda. O da tədrisin əvvəlində misal 2 dənə hazırladım, yer saxlayıram ki, sonra yenə. Yəni misal üçün bizim dərsimizdə o qədər qayda çıxartmaq olar ki, amma ən əsas, ən vacib misal üçün qlobal problem kimi nəyi görürəm? Yerdən səs açırlar. Sonra da misal üçün videoya baxanda görürük ki, səslər qarışır, heç nə anlaşılmır. Buna mən artıq müşahidə etmişəm və görmüşəm ki, hə bu problemdir. Bunun həlli üçün nə edirəm? Dərsə daxil olan kimi deyirəm müəllimlər. Bax, yerdən qətiyyən səs etməyin. Sözünüz var, əlinizi qaldırın, növbə ilə sizi sual-cavab edəcəm, dinləyəcəm. Bax, bu qaydadır. Amma gözlənti, misal üçün, fərdi şəkildə fərdiləşdirilir, daha yumuşaq formadadır, misal, ümid edirəm. Həm də izah da əslində. Qayda, misal üçün, əmr formasında, yəni səssizliyə riayət et, misal üçün, yavaş yeri, qapını döy, salamlaş. Bax, bu qaydadır, konkretdə əmr formasında. Amma gözlənti biraz, misal üçün, deyirəm, belə etsən belə olar, belə etsən belə olar. Ümid edirəm ki, belə edəcəksən. Oyuncaqlarla oynayandan sonra onları yerinə yığ. Misal üçün, bunu et, bunu et. Yəni, izahını verirəm.
Yaxşı, bir də ki, xüsusiləşdirilə bilir də, həm də yumşaq formada. Nəyi, Nəticəsi bəli, yoxdur. bir növ uşaqlara nəyi necə etsəniz, yəni yaxşı nəticəsi olar mesajını ötürürük də, belə deyək. Yəni Sağ olun. Uşaq gözlənti. nəyi etməlidir? Məsəl üçün, biri var sadəcə deyirəm ki, uşaqlar sakit olun. Niyə sakit olmalıyam? Uşaq bu suala necə cavab tapsın? Bunun izahını əslində gözlənti vasitəsilə verirəm ki, uşaqlar, bax belə etsə belə olar, misal üçün, bax bunu belə etsə belə olacaq, Bəli. belə etsən belə olacaq. Və uşaq artıq, məsələn, deyirəm başqaları dərs çalışarkən səssizliyə diqqət yetirin uşaqlar. Onların diqqətini yayındırırsınız, sizə də xoş olmaz, düzdürmü? Ümid edirəm ki, gələn dəfə daha diqqətli olarsınız. Bax bu gözləntidir. Bir də var deyirəm ki, səssizliyə riayət edin. Bax bu əmrdə qaydadır. Yəni artıq Əmr. gözləntidən sonra uşaq artıq nə edir? Əməl edir. Bir də qaydanı pozanda nəticəsi var. Ən gözəl əks əlaqədir, amma yenə də nəticəsi var. Xəbərdarlıq edirik, sonra misal üçün ədalətli cəzaya keçirik. O da ki, yəni doğru deyil, amma yenə. Yenə də. Aha. Bağçada uşaqların vəzifələri varmı? Və yaxud yoxdursa niyə yoxdur? Bu haqqda danışın. Bağçada uşaqların vəzifələri yoxdur. Mən bildiyim qədəri, yəni vəzifələr ən çox uşaqlarda 7 yaşından sonra, yəni uşaq bir növ deyim, yəni nəzərə alsaq ki, 3-6 yaş arası uşaqlar, yəni uşaq sayılırlar. Onlara yəni ki, vəzifə belə deyərdim də, vəzifəsi əlbəttə ki, o vəzifələrə əməl edə bilməzlər və yaxud da ki, uşaqlar bir anda etdikləri hər hansı bir hərəkəti, yəni özüm başa düşdüyüm qədərilə deyirəm müəllimə. Onların əlbəttə ki, hüquqları var. Müəllimə yazıb da, əlbəttə hüquqları var. Ancaq vəzifələri yoxdur. Çünki uşaqlar etdikləri hər hansı bir səhvi bir anda deyirsən, məsəl üçün əgər deyirsən ki, bunu etmək olmaz və yaxud da ki, nəysə uşaqlar tez unudur. Yəni ani unutqan olurlar. Yəni onlar vəzifələri o dərəcədə yadda saxlaya bilməzlər. Ancaq müəyyən yaş dövründən artıq formalaşmış yaş periodu var ki, artıq onu keçəndən sonra əlbəttə ki, uşaqların məktəb dövründə nizam qaydalarına uyğun olaraq öz vəzifələri vardır. İndi sual buna qayıdacam. Buna qayıdacam, amma cavabınızdan gəlin Sokrat dialoqundan istifadə edib də başqa bir yerə yönələk. İndi siz mənə deyin. Bax deyirsiniz ki, uşaqlar tez unuda bilər. Bəs qaydanı da unuda bilər axı. Bizdə qaydalara şərtdir ki, əməl olunsun. Bəs qaydaları indi uşaq unutmasın deyə mən hansı addım atmalıyam? Nə edim ki, uşaq unutmasın? Əlbəttə ki, prosedurlar biz tətbiq edirik. Yəni ardıcıl yox, biz o qaydaları unutmasın deyə biz qaydaları o təkrar ən çox belə deyərəm, məşq. Siz nə vaxt kimi təkrar edəcəksiniz? Elə bir şey olmalıdır ki, mən hər dəfə görüm, yadıma düşsün. Görüm, xatırlayım. Görüm, yadıma düşsün. Nə olacaq? Məsəl üçün, müəllim, yəni öz belə deyim də, belə deyə bilərəm ki, hər hansı bir şəkil, broşürdən istifadə edərək, məsələn, qaydaya uyğun şəkil yapışdıraram qrup otağından ki, uşaqlar hər dəfə o qaydaları görsünlər. Yəni, göz vizual olaraq uşaqlar daha çox, yəni, görməni uşaqlara daha gözəldir də. Ona görə qaydalar üçün ən gözəl şəkil. Düzdür. Bəs yaxşı. İndi vəzifəyə də gələndə müəllimlər, uşaqlar, düzdür, məktəbdə vəzifə olacaq, o öz yeridir. Amma bağçada uşaq hələ körpədir. Həm də misal üçün biz ümumi bütün uşaqları əhatə etməlidir. Düzdür vəzifə. 1 yaşında uşaq hələ nə anlayır vəzifə nədir, nə anlayır hörmət nədir, nə anlayır saat neçədə olmalıdır, nəyi vaxtında təhvil verməlidir, bilmir. Düzdür, ümumiyyətlə anlayışı yoxdur. Təsəvvür edin ki, mən danışa bilmirəm. Məndən tələb edirsiniz ki, bu şeiri danış. Mən necə danışmaq? Mən danışma qabiliyyətim hələ yoxdur. Düzdür, bax burada da belə bir şeydir. O çor-çorani, çor təbii olar, olmaz. Ona görə burada biz öyrədirik. Bəli, qaydalar vasitəsilə uşaqda nizam-intizam formalaşdırır, uşaqda məsuliyyəti, sosial bacarıqları inkişaf elətdiririk. Bax, ona görə məktəbə qədərdir. Çünki məktəbə qədər biz lazımi bütün addımları atırıq və uşaq məktəbə gedəndə artıq məsuliyyətli olur. Misal üçün, artıq orada vəzifələrini, öhdəliklərini yerinə yetirir. Düzdür? Rollu oyunlar vasitəsilə artıq onlarda formalaşdırıb hazır vəziyyətə gətiririk ki, tam yəni məktəb dövründə həmin nizam-intizama əməl eləsinlər, vəzifələrini bilsinlər. Düzdür. Empatiya hissini ən çox hansı iş üsulu uşaqlarda formalaşdırır? Bunu da cavab verin, testdə də baxın, keçin. Cütlərlə iş forması. İş üsulu. İş üsulu deyirsiniz. İş üsulu. İş üsulu deyirsiniz. Əmək iş üsulu. Variant verin. Verin qarşısında. Əqli hücum ola bilər, məsələn, nağıl etmə ola bilər, müzakirə ola bilər, rollu oyunlar ola bilər, söz assosiasiyası. Rollu oyunlar. Empatiya ən gözəldir. Qarışdırdım.
başlayın. Narahat olmayın. 5-ci testimizə baxın, zəhmət olmasa 4-ü dedik də elə. Mən aha dedik. Dedi, 5 müəllimə oxudu. 5 oxuyuram. buyurun. Uşaq oyun zamanı dostlarının emosiyalarını tez anlayır. Mübahisə yarananda onları barışdırmağa çalışır və qrup işində lider rolunu götürür. Bu davranış hansı intellektin inkişafının göstəricisidir? Məncə onlar bu B variantı. Sosial, interpersonal Düzdür, intellekt. şəxslər arası. Düzdür? Bəli, bəli. Interpersonal, ay sağ olun. Bəli. Şəxslər arası intellekt. Düzdür. Bəli. Bəs şəxslər arası bax bu göstəricilərə sahib olan uşaq hansı sahə üzrə inkişaf olunur? 4K bacarığından daha çox hansı bacarığa yiyələnir? Hansı səriştəyə yiyələnir? Bunu da qeyd edin, zəhmət olmasa. Deməli, əgər uşaq sosialdırsa, əgər uşaq yəni daha çox şəxslər arası münasibətləri varsa, sosial emosional uşaqsa, deməli inkişaf sahələrimizdən sosial emosional inkişaf sahəsinə aiddir. Sonra hansı dedik müəllimə? Səriştələrdən ən çox belə deyim də, sosial şəxsi və sosial məsuliyyət ola bilər. Bir də əməkdaşlıq. Onu götürməyək. Fəaliyyətlə bağlı əməkdaşlığa aid ola bilər. Düzdür. Bir də başqa nə dediniz? 4K bacarıq. Düzdür, baxın, şəxsi sosial məsuliyyətdə. Çox üzr istəyirəm. Biz də səni buna aydınlıq gətirib sonra qaranlıq. Şəxsi sosial məsuliyyətdə, demokratiya, insan hüquqlarında hörmətdə, mədəni müxtəliflikdə, ünsiyyətdə, əməkdaşlıqda bunların hər biri sosial emosional inkişaf sahəsinin sıx əlaqəlidir. Birbaşa o xüsusiyyətlərdir. Amma burada daha çox görürsünüz deyir dostları, daha çox empatiya, misal üçün nədir? Qrup işi, ona görə əməkdaşlığın xüsusiyyətini ön plana çəkir deyə biz gedib şəxsi sosialı, ünsiyyəti, onu bunu götürməyimiz doğru olmaz. Testdə həmişə elədir. Misal üçün 5 dənə variant verir, ən çox deyir, bax vəziyyət yaradır. Baxıram ki, sanki B-də, C-də, D-də, Y-də uyğun gəlir. Amma ən çox bax qışqıra-qışqıra A deyir ki, mənəm. Məni götürməlisən. Bax elə olur. Yaxşı, ona görə diqqətli olaq. Burada görürsüz qrup işini və s. vurğular deyil. Səriştədən əməkdaşlığı götürürük. İnşa sahəsi onsuz da ümumidə sosial emosionalı 4K bacarıqlarından hansını kooperativ əməkdaşlığı. Kooperativ əməkdaşlığı. Çox gözəl. Çox sağ olun. Günel müəllimə. Sağ olun müəllim. Sağ olun. Əllərinizi qaldırın. Əllərinizi qaldırın. Əllər aşağı. Axşamınız xeyir. Hər vaxtınız xeyirli olsun. Günel müəllimə, siz mənə zəhmət olmasa 4K-nı izah edin. Deyə bilərsinizmi? 4K bacarığı nədir? Kompetensiyalar nədir? Kompetensiya bacarıqdır. Müəllimə bir neçə vaxtdır mən baxmıram, amma 4K elə bir müəllimə öz dilimlə belə başa düşdüyüm deyəcəyim. Kommunikasiya vardı mənim, əməkdaşlıq var idi. Düzdür. Kommunikasiya var. Kooperativ var idi, olmalı idi. Səhv etmirəmsə müəllimə. Aha, deməli əməkdaşlıq var idi, ünsiyyət var idi. Kreativ nədir bəs? Kreativ nə olar? Qeyri-adi idi müəllimə, yaradıcılıqda idi, səriştələrdə var idi. Kritik nədir bəs? Kritik də nəysə orada kritik vəziyyət nəsə münaqişə yox, o deyil. Xeyr, o başqa, o münaqişədir. Fikrini əsaslandırmaq, həm də səriştədə də var. Bax, bu 4K kompetensiyalar var. Səriştələrin içində birə-bir hansı qeyd olunur. Yaxşı, inkişaf sahələrindədir. Yəni, səhərsi günü 4K-nı görəndə təəccüblənməyin ki, biz bunu keçməmişik. Halbuki keçirəm. Mən indi sizin üçün deyirəm ümumi hər birinizə. Ay, keçməmişim, görəsən bu nədir? Belə fikir yaranmasın. Yəni, 4K eynən səriştələrdə də var, inkişaf sahəsində də, hətta didaktikin içində də. Nədir, bax, kritik nə olar? Təfəkkürlə bağlı səriştələrin ikinci yerdə olandır. İkinci sırada gələnlidir. Təfəkkürlə bağlı səriştələrdə. Hansı olar? Təfəkkürlə bağlı hansı səriştə? Yox. Kritik, tənqid etmək. Tənqiddir də, kritik tənqid deyil mi? Tənqid təfəkkür. Rus dilində kritikadır, ingilis dilində kritikdir, Azərbaycanda tənqiddir. Düzdür, 4K biz indi xarici dildə 4K götürürük. Azərbaycan dilinə görsək baş hərflər dəyişdi. Ünsiyyət ü, əməkdaşlıq ə, sonra nədir, yaradıcılıq y, sonra tənqid t, başqa hərflər aldı. Amma xarici dildə 4K-dır. 4-ü də K ilə başladı. Kommunikasiya, kooperasiya, sonra kritik, kreativ görsünüz 4-də K-dır. Yaxşı. Mən 4K-da 4K bacarıyorum.
Hı hı. Bir Sonra neçə siz vaxt mənə deyin. təkrarlamıram. Hə. Təkrar edin də, edin. İmtahan gəlib qapınıza gəlib döyə. Ondan sonra həyəcanla, o qorxu, vahimə içində hazırlaşasınız. Bilirəm, hər kəs elədir. O ciddiliyi gözləyir ki, tarix açıqlansın sonra. Anlamırsınız ki, onda da həyəcandan insan bilmir ki, nədən başlasın, nə etsin. Hələ vaxt az olanda lap Hə. tənbih. Yaxşı, sonra siz mənə nə haqqda məlumat İnşallah verin? yaxşı. Müəllimin ünsiyyət bacarıqları var. İşçi ünsiyyət, idraki ünsiyyət, çərçivədə də səhv eləmirəmsə yer alır. Bir də ki, şəxsi ünsiyyət. Bu haqda məlumat verə bilərsiniz. Nədir bu ünsiyyət? Ünsiyyət mənim işçi ünsiyyət ümumiyyətlə kollektiv arasında ünsiyyətdir. Aha, Şəxsi onu mu nəzərdə tuturuq? Bilmirəm. Odurmu ki? Bəlkə də odur. Odursa siz fikrinizi əsaslandırın, mən də öyrənim. Görüm niyə onu kollektiv arasında götürdük. Müəllimə siz izah etsəydiniz yaxşı olardı. Belə bilmirəm, yadımdan çıxıb. Hı -hı. Unutmuşam. Yaxşı, Zəhmət başqa olmasa. sual verim, onu başqa müəllimə sual verərəm. Siz mənə nə haqqda məlumat verin? Deməli, bax bizim motivasiya növlərimiz var. Düzdür, mən hər zaman deyirəm ki, ümumi iki cür motivasiya var. Biri daxili, biri xaricidir. Bu ümumidir. Daxili özünü özünə həvəsləndirməyin daxili faktorlar, xaricidə kənardan səni motive etmələri, misal üçün ailən və s. həvəsləndir. Bu xarici faktorlardır. Amma pedaqoji Hə. ədəbiyyatda 4 cür motivasiyanın adı keçir. Hansılardır? Tələbatlar mövzusundadır. Bilmirsiniz, Unutmuşam çətin suallar müəllimə. verdim. Yaxşı, Yox, biraz asan. mən neçə vaxt təkərləmirəm müəllimə. Bir anlıq sizin linki gördüm, qoşuldum, dedim görüm biraz baxım məlumatım olsun. Nitqin növləri deyə bilərsinizmi? Nitqin hansı növləri var? Bu asandır məncə. 2 dənəsini də qeyd etsəz qəbul edirəm. Mən bədii nitq var idi, emosional nitq var idi. Yox, onu unudaq. O başqa növ lazımdır mənə. Misal üçün, bax mən tək tərəfli danışıram, sizə məlumatı verirəm, izah edirəmsə, bu hansı nitqdir? Bizim qarşılıqlı bax bu cür danışmamız hansı nitqin növüdür? Monoloji nitq var, Dialoq dialoq. var müəllimə, dialoq var, Yedə. dialoji, monoloji. Hı. Dialoq var idi, dialoji, monoloji. Hı. Bir də emosional nitq. O idi müəllimə. Yox, emosionala getməyə. Konseptualdır ümumiyyətlə. Kontekstdir daha doğrusu, kontekst. Emosional yox, ora getdik. Diqqətim yaydı. Biz o bir Deməli, dənə dialoji nitqdir, bir də monoloji nitqdir, bir də kontekst nitqdir. Bizə lazım olan əsas nədir? Monoloqdan dialoqdur. Monoloq dialoq. tələbləri Bəli. nələrdir? Dialoqun tələbləri nələrdir? İzah edin. Müəllimə, dialoq elədir ki, qarşılıqlıdır müəllimə, ünsiyyətdir, qarşılıqlı ünsiyyət. Biri digəri, bir, iki və hətta üç nəfərdən ibarət ola bilir. Monoloq isə tək şəkildə danışmaqdır. Hı -hı. Öz anladığım qədərilə. Monoloji adına göründüyü ki, monoloq bir nəfərdən ibarətdir. Belə. Kontekst isə ümumidir Hansı deyəsən. əvvəlcədən hazırlıq tələb edir? Hansı məqsəd yönlüdür? Məqsəd yönlü Hı -hı. elə bir məqsəd yönlü dialoqdur da müəllimə. Dialoq əvvəlcədən Hı -hı. planlaşdırılır. Dialoq Sonra olarmı ki? Mən dialoqu planlamıram. mono Mən anidən sizlə danışıram. Belə danışırsınız. bədahətlə gəldi belə. Ay sağ olun, Monoloq düşmə. olar müəllimə. Əvvəlcədən Asıl. planlaşdırılır, hazırlanır sonra dialoq. Çünki Monoloq monoloq formasında. çıxışdır da. Bəli. Yəni nəsə çıxış Bəli. edirəm, nə isə izah edəcəm, nəsə haqqında məlumatımı verəcəm. Mən ona Məlumat əvvəlcədən veriləcək. hazırlaşmalıyam. Mhm. Amma Əvvəlcədən dialoq qarşılıqlı hazırlıqlı olun. söhbətdir. Sual, Bəli, cavab, qarşılıqlı söhbət, söhbət. müzakirə olarmı? Olar. Niyə olmasın? Bizim söhbətimiz bəli dialoqdur da bəli. Mhm. Onun dialoq forması. Yaxşı. Gəzinti neçə dəfə olmalıdır gündə? 2 dəfə. 2 dəfə. Aha, hansı saatlarda və yaxud günün hansı hissələrində? Günün birinci yarısında, birinci və ikinci yarısında olmalıdır. Aha. Gəzinti. Düzdür, günün birinci, ikinci yarısında. Bəli, Yaxşı, ikinci bəs yarısında. ekskursiyalar hansı yaşdan etibarən təşkil olunur və misal üçün nə qədər, hansı zaman aralığında təşkil olunmalıdır? Gəzintilər, səhv etmirəmsə, gəzinti 3-4 yaşdan başlamalıdır müəllimə. O yaşa uyğun olmalıdır. Ekskursiya. Gəzinti 1 Ekskursiya yaşdan başlanır. 3-4 yaşdan başlamalıdır. Hı. Düz deyirəm müəllimə. Bəli. Deməli, ekskursiyada
səhv etmirəmsə 6 aydan bir olmalıdır, yoxsa Yox, anladım, öyle yadımda bir qaldı. değilmi? Sanki Ayda bir dəfə. bir Ayda dəfə bir dəfə heç, olmalıdır. heç İlk olmasa öncə ayda bir. ayda bir dəfə ilk öncə müdiriyyət tərəfindən ərizə yazılmalıdır. Yəni xəbərdarlıq olunmalıdır. İlk hansı ekskursiya hara gediriksə onun haqqında məlumatlı olmalıyıq. Uşaqlara ilk Aha. növbədə məlumat verməliyik ekskursiya haqqında. İzahlı olmalıdır. Uşaqlara ilk növbədə izahlı olmalıdır, məlumatlar olmalıdır. Əgər yağışlı havada olduqda orada hər hansı ekskursiyaya getdikdə hər hansı uşaqlarla çətir götürmələri, qalın geymələri, üstündə hər hansı qalın bir şey götürmələri məsləhət görülməlidir. Ondan sonra orada Yaxşı. hər hansı bəli, Testimizə anladığım baxan qədər altın. məlumat deyirəm. Bağışlayasınız. Allah bağışlasın müəllim, o nə sözdür? Baxın 6-cı testimizə. Altıncı. Müəllim uşaqları plastilin verir və onların müxtəlif fiqurlar düzəltmələrini istəyir. Uşaqların biri əllərindən çox məharətlə istifadə edərək mürəkkəb fiqurlar hazırlayır. Bu uşağın hansı intellekti daha güclüdür? Mən biraz yuxarı sürüşdürərdim zəhmət olmasa. Tamam, buyurun. Zəhmət olmasa. Müstəh. Burada kinestetik intellekt var, dil intellekti var, ekskluzival intellekti, naturalist və sosial. Naturalist bir də Bu sosial. kinestetik, Hı. bəli. Məndə burada kinestetikdir, müəllimə, əllə Nəyə bacarıq. görə? Uşaq oturur Nəyə burada görə? fiquru toxunur da əllə Ay, əllərindən sağ daha ol. çox mərhələdə istifadə edir. Bəli, toxunur da toxunmadır, kinestetik toxunmadır. Hı. Bəli. Növbəti keçək. Yaxşı, sonra 7-yə baxın. Düzdür, kinestetikdə, çünki burada ümumiyyətlə yapma fəaliyyəti də daha çox kinestetik əks elətdirir. Əllə iş kiçik motorikada, kinestetikdə hərəkət. Bəli, kiçik motorikanın inkişafıdır. Uşaq tez-tez tək qalaraq öz hissləri haqqında düşünür. Müəllim sual verəndə isə mən bu işi edə bilmədim, çünki diqqətimi itirdim kimi özünü analiz edir. Bu xüsusiyyəti hansı intellekt özünü göstərir? Intrapersonal intellekt, interpersonal intellekt, naturalist intellekt, məkan intellekti, musiqi intellekt. Burada müəllimə interpersonal intellektlə əlaqələndirirəm. Uşaq öz beynində düşünür, öz içində fikirləşir. Bu işi edə bilmədim, diqqətimi Bu işi itirdim. edə bilmədim. Ümumiyyətlə, misal üçün, şəxslər arası yoxsa fərd daxili hansı olacaq? Fərd daxilidir müəllimə, bu fərd daxilidir, Ay, öz sağ içində ol. fikirləşir. Ay, sağ ol. Düzdür, öz-özünü düşünmək. Testlərdə müəllimə Fərd bilirəm. intellekt, Verəndə bilirsən. ay Allah. Fərd daxili intellektdə olan bir insana yaxud uşağı hansı sahə üzrə inkişaf elətdirib, ondan belə deyim, şəxslər arası intellekti formalaşdırmaq lazımdır. Fərd daxili. Mənsə müəllimə onun əl bacarığı ilə, nəyəsə düşüncələri ilə belə bir şey, yaradıcı işlə, məsələn, əl qabiliyyətini rəsm çəkməkdir falan da belə bir şey yapma işi ilə özünü göstərsin. Şəxslərə əməkdaşlığa süngələmək olar müəllimə. Olar. Niyə olmaz? Mən bildim. Düzdür müəllimə, necə düzdür? Yəni belə qeyd edim müəllimə. Deməli mən əgər fərd daxili intellektəmsə, düzdür, bu intellektin də özəlliyi var. Onun birbaşa deməli deyilik ki, bu intellektə sahib olan uşaq əksiklik. Xeyr. Sadəcə bu uşaq yəni biraz introvert, asosial, özünə qapanıq ola bilər. Ümumiyyətlə özünlə vaxt keçirməyi daha çox sevir. Aysel, onu sosial emosional sahə üzrə inkişaf elətdirməliyik. Məsəl üçün, düzdür, onun üçün daha çox fərdi fəaliyyətlər maraqlı olsa da, mən yavaş-yavaş onu digər fəaliyyətlərdə sövq etməliyəm. Düzdürmü? Yəni normalda təlimdə elə etməliyik də. Elə mən tək qalmağı sevirəm deyə məni tək mi qoyacaqsınız? Axı darıxaram. Düzdür, yavaş-yavaş məni öz Cəmiyyətə əhatənizə alışdırmaq almalısınız. lazımdır. Bəli, cəmiyyətə süngələmək, əməkdaşlığa. Düzdür. Yavaş-yavaş düzdür. Çox sağ olun müəllimlər. Vaxtımız Müəllim, bizim saniyələr azdır. Gecəniz xeyrə qalsın. Vaxt qalmayan müəllimlər bir də vaxt etsəm təşkil edəcəm. Bir dənə Sağ sual olun. verə bilərəm. Buyurun. Saniyə sağ olun. qalıb da onu verin.